Bismillahirrahmanirrahim. İnsanların bütün çətinlikləri Allah'tan uzaq düşmələrindədir. Allah'a yaxın olmağın ən asan yolu da möminlərin əmiri Həzrəti Əli ibn Əbi Talibin vilayətinə tabe olmaqdır. Allah'ın Rəsulu bu barədə belə buyurur: Allahumma inni ətəqarrabu iləykə bi vilayəti Əli ibn Əbi Talibin aleyhissalam. İlahi, mən Əli ibn Əbi Talibin vilayəti ilə sənə tərəf gəlir və sənə yaxınlaşıram. Hədisin şərhinə diqqət edəndə, düzdür, Allahın Rəsulunun məqamı Allah yanında möminlərin əmirinin məqamından üstündür. Amma ilahi peyğəmbərlərin missiyası ondan ibarətdir ki, insanlara doğru yolu göstərsin. Allahın Rəsulu da bu hədisə əsasən özündən sonra doğru və düzgün yol Əli ibn Əbi Talibin vilayəti olduğunu bizlərə göstərir. Allah'a yaxınlaşmağın ən asan yolu möminlərin əmiri Həzrəti Əli ibn Əbi Talib aleyhissalamın vilayətinə tabe olmaqdır. Və o Həzrətin vilayəti ilə düşmənçilik etmək isə Allahın vilayəti ilə düşmənçilik etmək deməkdir. Allah bütün dünya və axirət xeyirlərini möminlərin əmiri Həzrəti Əli ibn Əbi Talibin vilayətində cəm edibdir. Odur ki, bu vilayətin qədrini bilib onu qoruyaq. İlahi, bizləri möminlərin əmirinin vilayətində sabit qədəm olanlardan qərar ver.